3 gündə bitən tualet təlimi part 2. Birinci gün uşaq bezi çıxardır və çiş etməməlidir deyilir. Yalnız tualetdə etməlidir. Xeyr, bu doğru deyil. Çünki birinci gün uşaq özü islandığını, yaş olduğunu hiss etməlidir. Birinci gün bizdə də 5-6 dəfə qaçırtmalar oldu və mən uşağın hizasına keçib bunu başa saldım. Başa saldım ki, bu normal bir haldır. Artıq biz bezi çıxartmışıq və tualetə getməliyik. Bunu dəfələrlə təkrarladım, nəzakətlə təkrarladım. Uşağın anlayacağı bir dillə başa saldım. Birinci gün 5-6 dəfə qaçırtmadan sonra gəldik ikinci günə. İkinci gün təbii ki, bu gün də qaçırtmalar oldu. Yenə danışdım. Bu dediklərimi artıq bezi çıxartmalıyıq. Artıq biz bezi çıxartmışıq. Artıq çişimizi tualetə etməliyik kimi söhbətlər etdik onlarla. İkinci gün biraz azalmış qaçırtmalar. Üçüncü gün artıq qaçırtmalar yenə olsa da artıq Alparslanın çişi oldu və çişin etmək istədiyini, qarşılıqlı oturmaq istədiyini bildirdi. 3 günə biz Alparslanla bir yerdə tualet təlimini tamamladıq. Elə düşünürsünüz bütün uşaqlar belədir? Xeyr, dediyiniz kimi mənim əkizlərim var. Alparslanda 3 günə tualet təlimini tamamladığımız halda Atinla da bu 7 günə qədər, bəli, 7 günə qədər çəkdi. Bütün uşaqlar fərqli. Gecə gündüzü öyrətdim, daha sonra gecəni öyrətdim. Bu və daha artıq videolar üçün səhifəmi izləməyi unutmayın.